Bakının mərkəzindəki bu dəbdəbəli bina hansı tarixi hadisələrin şahidi olub? İndiki İstiqlaliyyət küçəsində yerləşən İsmailiyyə binası Bakı milyonçusu Musa Nağıyev tərəfindən inşa etdirilib. Oğlu İsmayılı ağır xəstəlik səbəbilə vaxtsız itirən milyonçu onun xatirəsini əbədiləşdirmək üçün bu sarayı tikdirmək qərarına gəlir və onu İsmailiyyə adlandırır. 1908-ci il dekabrın 21-də memar İosif Ploşko tərəfindən binanın tikintisinə başlanıb. Venesiya gotikası üslubunda tikilən saray 1913-cü ildə istifadəyə verilir və öz gözəlliyi ilə Bakının bütün binalarını kölgədə qoyur. Bina 1913-1918-ci illərədək Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunub. 1918-ci ilin mart soyqırımı zamanı saray qarət edilib və topla dağıdılaraq yandırılıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra İsmailiyyə sarayının yararsız olması səbəb gətirilərək sökülməsinə qərar verilsə də, yerli əhalinin etirazları ilə 1923-cü ildə binanın bərpasına başlanılır. Müxtəlif illərdə fərqli qurumların yerləşdiyi saray hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası kimi fəaliyyət göstərir.